3000 büdcə ilə başlayıb sonrasında sponsor tapdığımız ev təmirimiz necə gedir? Part 16. Deyəsən belə bir başlıq gözləyirsiniz məndən. Mətbəx mebelini gözləyərkən çöl qapını həll eləyim dedim. Yadınızdadsa qapının boyasını usta çıxartmışdı. Yenidən boyamaq üçün əvvəlcə tinerlə silinməli, daha sonra isə paslamaması üçün antipas çəkilməlidir. Tinerlə sildim, qapı qulpuna zərər dəyməməsi üçün bantladım və antipasa keçdim. Antipasların bəzilərini tinerlə durutmaq lazım olur, bəzilərini isə birbaşa tətbiq eləmək olur. Məndə birbaşa tətbiq edilən idi, amma o qədər qatı idi ki, çəkməkdə o qədər çətinlik çəkdim ki, qapının bəzi yerlərinə incə, bəzi yerlərinə qalın çəkildi. Axşama güclə bitirdim və quruması üçün 24 saat gözləməyə qoydum. İndi isə keçirik mətbəxə, ən son belə görünürdü. Mebel ustamız əvvəlcə əyriliyi ölçdü. Sən demə tavan alçıpanımız da əyriymiş. 102, 4'tü. Bura 103, 2. Deyirlər Azərbaycanda ümumiyyətlə düz divarı olan ev yoxdur. Sizin evlərdə vəziyyət necədir? Siz Allah tək olmadığımı deyin, biraz sakitləşim. Ən həyəcanlandığım mətbəx mebeli idi, çünki ondan sonra evə ev demək olacaq. Ev daha geniş görünsün deyə hər şeyi ağ rəng seçmişəm. Xəstəxanaya oxşuyur deməyin, indidən xəbərdarlıq eləyim, dalaşar. Stolu part 1-də göstərdiyim kimi eləməyə çalışdım. Alınıbmı, alınmayıbmı sonda deyərsiniz. Bunlar isə ikili şəkildə kleydir. Stolun şurupları vurulana qədər sabit qalması üçün bunlardan istifadə edildi. Kley vurulur, sprey sıxılır, çox tez quruyur. Bu isə qurumuş kleyi silən bir məhlul imiş. İşinizə yarayar deyə çəkim dedim. Ev artıq bitmək üzrədir deyə aşırı dərəcədə həyəcanlı hiss eləyirəm. Və qeyd edim ki, Abşeron Ticarət Mərkəzi sponsorluğu sayəsində mətbəx mebelimiz də ödənişsiz gəldi. Normal. Bu normaldır. Hər şeydə o qədər əyrilik var idi ki, döşəmənin düz olduğuna özüm də inana bilmirəm. Qabiyan da yerinə tam oturdu. Moydadır və qaz üçün ölçülər alındı. Qaz yerinə taxıldı, aspirator yerinə taxıldı. Puzzle-ın parçaları kimi yerlərinə oturduqca xoşbəxt hiss eləyirəm. Bu video çox uzun olduğu üçün burada bitirirəm. Mətbəx mebelinin qiymətini tamamilə hazır olanda deyəcəm. Gələn partlarda görüşərik. Hələlik.